herkes şadan görmeye. Herkes şadan görmeye. Xeyli müddət yox idim Bakıda, hastadaydım. Bugün herkes şadan görmeye. Üzülü sağ biraz Azərbaycan dilində çox çətinliklə ifadə edirlər. Amma çalışacağım ki, herkes müstəqildir, ona görə çalışacağım Azərbaycan dilində fikrimi ifadə edir. Bugün bizim için xüsusi gündür, start olacaq. И, соответственно, biz başlayırıq ilk öncə sırayla. Fuad müəllimlə də söhbət elədim, çünki Fuad müəllim çox mənə vəz edir. Sootvetственно, məsləhətləşdim ki, necə gəlir, necə məşq edir. Bir bugün hər kəs inşallah вознаграждение mükafatını alacaq. Tak, ilk Samir'dir. Samir çoxdan gəlir. İlk mən burada olanda da gəlirdi. Samirə inşallah 3 dənə sıray motivasiyası olsun, çalışsın. Samir Paris'də də olanda həmişə məşq edirdi. Çalışırdı irəliyə. Bugün Samirə 3 dənə sıray oldu. Növbəti Ədilxan gəlir. Ədilxanla biz tanış deyilik, amma Fuad müəllimlə danışdım. Öyrəndim ki, disiplinlidir, əvvəldə bazası var. Bugün də baxdım güləşinə, ona görə 2 dənə strayko Ədilxan zaslujit edib. Növbəti Əkbər gəlir. Əkbər təzə başlayıb bizə. Bir dənə strayqla inşallah motivasiyası davam eləsin. Bu idmanda yavaş-yavaş addımlasın inşallah. Əkbərə də uğurlar. Taks. Növbəti Nəsib gəlir. Nəsibin gücü güləşinə də baxdım. 2 dənə strayko var. Məncə, inşa 2 dənəsini versək, lap yaxşı olar. Nəsibə də uğurlar. Malik, gənc Malik, bir dənə sıray, növbəli kəmərə bir addım qalır Malikədə. Malikdə də bu yolda Вот, тебе надо будет этот телефончик кому-то передать. Növbəti də gəlir Amin. Amin çoxdanandır məşğuldur. Mən burada olanda da çox həvəsliydi bu idmana. Mən fikirləşirəm ki, sözsüz ki, Amin işləyir, elə olur ki, məşqdə olur, gəlir, amma çox həvəslidir. Burada həm də çalışır, yarışlarına qatılsın. Və burada olanda da yaxşı güləş göstərildi. Ona görə Amin strayk yox, kəmər verməyə qərar verir.
Tak, növbəti Samir gəlir. Samirlə biz tanış olmasaq da, Fuad müəllim mən öyrəndim. Samir də zəhmətkeşdir, çalışqandır, disiplinlidir. Ona görə 2 sırayla mən də Samir Respublika eləmək. Forik kesinlikle kemerini alıp, forik mükafatını alıp, tak. Rüstəmlə biz çox yaxın tanış olmasaq da, Rüstəm də çoxdan da məşğuldur və 2 straylı var. Mən fikirləşirəm ki, 2 stray bir addımdan sonra inşallah kart olacaq. Sana da vurdum. Növbəti də gəlir. Mən çoxdana kəmər vermək istəyirdim. Prosto müəyyən səbəblərə görə mən burada deyildim. Bu prosesi belə rəsmi eləyənmirdim. Amma çoxdanan заслуженный, можно сказать, конкретно засидевшийся Fuad bugün kır bu kemerini. Fuad da постоянно çalışıp elmini artırsın, изучать eləyir. Именно от души eləyir, o çok похвальный. Мусинчика поздравляю с спортивным поясом. У меня здесь не ben burada yok dedim, Müslüm Türkoğlu. Müslüm'ü buradan tebrik ederim. Müslüm bugün konak olmuş. Kardeşler çok sağ olun geldiniz bugün buna. Tak, növbəti gəlir bizdən. Maçörü bol. Maçörü bol. Bu qədər mən fikirləşirdim ki, bugün strayk belə. Amma dedim ki, alınmaz. Bugün çoxdan roundda. Zinciri gətirəm bugün. Dayan. Səni knutla deyəcəm. Uzun aşılar baba. Biz razgordur. Biz kimono. Eskimono Zorlarlı tutursan. Ben Moskvada olanda bu kadar mənə deyirdi ki, mən Toyxot Niba istəyirəm. Toyxot Niba. Bu da Toyxot Niba. Burada polностью, как говорится, полноценный доступ. Bu qara da qurba. Tak, en azından yani bu işi aslında desem geçen sene ben bu işi kemerli değişmek istedim ama gün bu geldi bugün oldu. Bu işi çoktan az aslında bu kemeri. Hem disiplinlidir hem pastanın elbini artırır. Ben fikirləşirəm ki, çox qara kəmərlərdən Hüseyin yaxşı güləşə bilər. Mənim də əlimdə nə varsa həmişə Hüseyinə kömək eləyəcəm ki, bu yolda adımlasın. Ağlamın. Bir daha herkesi şad oldum görmeye. Gelen kardeşler de, qonaq gələn qardaşlar, hər kəs həmişə şadlar, həmişə qapılarımız açıqdır. Mən həmişə burada olanda deyirdim ki, bizim zalımız hər bir insan üçün открытыdır. Özüm də çalışırdım ki, померить возможностям olduğum qədər hər kəsin nüsiyyət durum ki, mənim həmişə məqsədim oldu ki, bu idman inkişaf edəsin. Ona görə də mən oxudum olmasa, bir-birimizə kömək olmasa, eləməsin, mən fikirləşirəm ki, biz bu idmanda çox iləri gedənməliyik.
Ona görə həmişə communication çox vacibdir. Kəmərə gəldikdə də mən necə uşaq qrupunda da bugün vurguladım. Mən üçün özüm üçün də kəmər prosta etap bir yoldur. Amma həmişə insan mən fikirləşirəm ki, ağ kəmər olmalıdır. Çünki ancaq onda insan inkişaf edir. Yəni ki, kəmər bugün var, okey, motivasiyam azaldı, elmim azaldı, elə olmur. Yəni ki, həmişə çalışmaq lazımdır ki, günü-gündən elmi artırmaq. Çünki cücüc elə bir idmandır ki, günü-gündən inkişaf edir. Və texnikalar, təzə texnikalar, necə deyim də, istifadə olunur. Ona görə siz, как говорится, постоянно baxmasaq, tendensiya nəyə gedir və necə bu idmanı inkişaf edirsiniz. Даже kəməriniz, misal üçün, bugün kəmər aldınız, 3 ildən, 4 ildən sonra siz, misal üçün, fasilə götürsəz, geri qayıtsaq, siz görəcəksiniz ki, bu idmanda çox dəyişikliklər olur. Misal üçün, 4 il, 5 il əvvəl jiu-jitsu və indiki jiu-jitsu yerbəgər arasında fərq var. Yeni texnikalar, yeni sistemlər, günü-gündən bu idman daha çox professionallaşır. Yəni, bunu misal üçün, mən əvvələr Rusiyadayım. Mən Rusiyada bölmüşəm, son 2 il yarım buradaydım. Rusiyaya qaydında gördüm ki, aha, insanlar daha profesional başlayır məşq eləməyə. Həm recovery tərəfdən də, vasстановление tərəfdən, həm məşq tərəfdən hər bir sayədə çalışırlar elmlərini artırsın. Ona görə, baxmayaraq ki, biz də ola bilər ki, böyük ölkə olmasaq da, ona görə də mən fikirləşirəm ki, çalışan insan, elmini artırmaq istəyən insan fərq eləmir, hardadır. Bu həmişə irəli gələcək. Okey, sözsüz, возможности çox olanda daha çox irəli gələcək. Amma возможности az olmaq o demək deyil ki, dayanmaq lazımdır. Ona görə məndən də sizə tövsiyə, həmişə çalışın, birinci elminizi artırın. Çünki elmi olan insan həmişə востребованный, həmişə uvajeniyası var, həmişə də irəliləyəcək. Qardaşlar da təşəkkür edin, gəldilər. Gəlin onu keçək, qəşəng bir koridor.